Bayılda sürüşmə zonasında evlərdən birinin hasarı uçub. Ümumiyyətlə ərazi çox təhlükəlidir. Amma nədənsə burada 11 ailə yaşayır və onları hələ də köçürmürlər. Bayıl ərazisində təhlükəli vəziyyət davam edir. Səbail rayonu Bayıl qəsəbəsi Cənubdərə yaşayış massivində vətəndaşa məxsus olan bu evin hasarı uçub. Ev sahibi deyir ki, hər gün təhlükə ilə üz-üzə qalırıq və bu hal ilk dəfə deyil baş verir. Sözgedən ərazi sürüşmə zonasında olduğu üçün orada yaşayan 103 ailədən 92 ailə vaxtilə köçürülüb. Amma 11 ailə yaddan çıxıb desək yalan olmaz. Hər dəfə onlara vəd verilsə də, amma köçürülmürlər. Təhlükəli vəziyyətdə yaşamağa davam edirlər. Hər səhər başqa bir sürprizlə qarşılaşırlar. Zaborumuz uçub. Dəfələrlə getmişik icra başçısının qəbuluna, Səbail rayonunun icra başçısının qəbuluna. Yəni hər dəfəsində deyirlər ki, gəlib baxacağıq, belə elə. Yəni boş-boşuna vədlər verirlər də. Yəni burada biz 97-ci ildən yaşayırıq. Əraziyə normal yolun olmaması sakinlərə başqa bir problem yaradır. Qış aylarında vəziyyət daha dözülməz olur. Mənim nəvəm dünənləri məktəbə gedə bilməyib. Niyə? Bax orada gələndə gördünüz. O suya görə bir dənə taksi, bax xəstəmiz var. Düşün, bütün evləri bir-bir gəzin. Hamısında xəstə var. Bir dənə özüm içi qarışıq. Hamısı qonşular bilir, təzə müalicədən gəlmişəm. Bax, bir dənə təcili yardım bura gəlmir. Niyə biz öz maşınımıza? Demək, burada maşını olmayan ölməlidir. Sakinlər evlərini dəfələrlə təmir etdirsələr də bir müddətdən sonra evlərdə iri çatlar yaranır. Nəmişlikdən yaşamaq mümkün deyil. 2 dənə körpəm var. Gecə uçsa, dağılsa, Allah uzaq eləsə, başımıza bir iş gəlsə, kim cavab olacaq? Bu da çatlayanda bura uçdu. Sonra patoloqu görürsünüz, oradan da çat verib, ev nəmişlik verir. Yəni altdan su gedir deyə nəm verir. Evi isitmək mümkün deyil. Yəni kombiyə də çatdıra bilmirəm. Hər gün mən Allah haqqı azı nə qədər pul vururam, oradan qutarır. 80-dədir kombi. Kombi dözmür uşa. Çünki nəmişlik verir, ev isinmir. Səbail rayon icra hakimiyyətindən bildirdilər ki, Bayıl dairəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan çoxsaylı fərdi yaşayış evləri kompensasiya əsasında sökülərək ailələr köçürülüb. Digər evlərin köçürülməsi ilə əlaqədar işlər mərhələli şəkildə davam etdirilir. Yaşayıb görəcəyik.